Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil və leyyəkəl fərəc. Məkasib kitabından 433-cü dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Ğina bölümündədir və mərhum Şeyx Murtəza Ənsari buyurdu ki, ğina mütləq şəkildə haramdır və lakin Feyz-i Kaşani və Muhaqqiq-i Səbzəvari bunlar buyurdular ki, o ğina haramdır ki, kişi və qadın biri ilə qarışa və qadın orada ğina eləyə, bu haramdır və ğina özü özlüyündə haram deyil. Gərək xaricdən bir haram ona zəmimə ola, ona qarışa, ondan sonra deyək haramdır. Və bu yönümdə bu iki ağa rivayətlər də gətiriblər. Yəni Feyz-i Kaşani, Muhaqqiq-i Səbzəvari rivayətlər gətiriblər. O rivayətlərin əsasında bu sözü deyiblər. Və lakin mərhum Şeyx Murtəza Ənsari o rivayətləri bir gətirir və onlara cavab verir ki, bu rivayətlər nəyi yetirir və nəyə dəlalət edir. O rivayətlərdən ikisi Əli ibn Cəfərin rivayəti idi. Onları keçən dərsimizdə oxuduq. Bugün isə Əbi Bəsirin rivayətini oxuyuruq. Ki, Əbi Bəsirin rivayətinin bu iki ağa gətirib və onun əsasında deyiblər ki, ğina özü özlüyündə haram deyil, bəlkə başqa bir haram ona zəmimə olsa, ona bağlı olsa, onda haram olar. Və əmma rivayət-i Əbi Bəsir məəzzəfiha sənədən və Əli ibn Əbi Həmzətil Bətaini. Mərhum şeyx buyurur, əvvəla budur, bu Əbi Bəsirin rivayəti zəifdir. Niyə? Bu rivayətin ravilərinin içində bir nəfər var, Əli ibn Əbi Həmzətil Bətaini. Bu şəxs məzhəbi, vaqifi məzhəbdir və özü də buyururlar ki, bu şəxs yalancı şəxs olub. Yəni, ittiham olunur kizblə, yalanla ittiham olunur. Çünki vaqifi məzhəbdir və yalanla ittiham olunur və bu rivayətin sənədində, ravilərin içində bu mövcuddur. Onun üçün bu rivayət əvvəla budur, sənədi zəifdir. Sənədi zəif olmaqla belə, yenə də şeyx bu rivayətə istəyir tövcih verə. Və əmma rivayət-ü Əbi Bəsir məəzzəfiha sənədən və Əli ibn Əbi Həmzətil Bətaini fəla tədullu illa ələ kuvni ğina'il müğənniyə əlləti yədxulu aleyhər rical daxilən fi ləhvəl hədis fil ayə və ədəmu duxul ğina'illəti tud'a iləl a'ras fihi. Buyurur, əvvəla budur, bu rivayətin sənədi zəifdir. İkincisi də budur ki, bu rivayət bəli dəlalət eləyir o müğənniyə, yəni o qadın ki, ğina eləyir, müğənnidir. O, əgər kişi və qadın qarışdığı zaman bir yerdə onların bir yerdə olmağı və ğina eləməyi haramdır. Çünki daxil olur o ayənin təhdinə, o ayənin altına ləhvəl hədis fil ayə oxuduq, ora daxildir. Və həmçinin dəlalət edir ki, və ədəmu duxulu ğina illəti tud'a iləl a'ras fihi, o xanımlar ki, o qadınlar ki, onlar ğina eləyirlər
və çağırılırlar gəlin məclislərinə, zifaf gecələrinə və oxuyurlar. Orada kişilər olmadıqda, tək xanımlar olduqları halda onlar bu ayənin təhtinə daxil olmurlar. Bu ayənin ümumiyyətinə daxil olmurlar. Yəni ғina bu rivayətə əsasən iki yerə bölünür. Biri haram, biri helal. Haram olan surəti odur ki, qadın kişi bir-biri ilə qarışa və orada müğənni oxuya. Helal surəti budur ki, qadın müğənnisi dəvət oluna gəlin məclisinə, orada yalnız və yalnız qadınlar ola. Bəli, bu rivayət zəifdir, amma bununla belə buna dəlalət eləyir. Və mərhum şeyx buyurur ki, bu ғinanın iki qismidir. Bu iki qismi dəlalət eləmir ki, üçüncü qism olmasın. Mümkündür, üçüncü qismdə olsun. Üçüncü qism məsələn necə burada fərz eləyək? Belə fərz eləyək. Deyək, qadın kişi bir-biri ilə qarışmaya və eyni zamanda gəlin məclisinə də müğənni dəvət olunmaya. Məsələn, bir nəfər ola, səsi ola, səsin uzada, tərcih eləyə, bu özü özlüyündə elə bu ғinanın heç bir qismindən olmadığı halda yenə də haram deyil. Və mümkündür, ləhvəl hədisə daxil olmaya, məsələn, heç birinə olmaya mubah ola. Yəni, rivayətin ғinanın iki yerə bölməyinə baxmayaraq, mümkündür, üçüncü qismdə mövcuddur. Və haza, yəni bu Əbi Bəhsin rivayəti ki, ғinanı burada iki yerə böldü. La yadullu ala duxuli ma ləm yəkun minhuma fil qismil mubah. Mümkündür, bəli, la yadullu dəlalət eləmir ki, əla duxuli ma daxil olsun o surəti ki, ləm yəkun minhuma, yəni bu iki qismidən olmayan fil qism əl-mubah məkuvni min ləhvəl hədis qətən. Yəni ləhvə hədisdən olsun, amma bu duxul bu iki qismindən də olmasın. Yəni bu rivayət dəlalət eləmir. Mümkündür, üçüncü qismdə mövcuddur. Və iza fərəzna, məsələn, buyurur, fəiza fərəzna, fərz eləyək ki, ənəl müğənni yuğənni bi əşarin batilə. Fərz eləyək, bir müğənni batil şeirlərlə oxuyur. Fə duxulu haza fil ayə əqrəb min xurucihi. Bunu, bu ayənin ləhvəl hədisin içinə daxil eləmək daha yaxşıdır ki, nəinki bunu bu ayədən xaric eləmək, bu ayədən çıxartmaq. Və bir cümlə, nəhayət fəl-məzkur fər-rəvayə təqsimu ğinaul müğənniyə. İndi aşkar istəyir burada şeyx deyir. Nəhayət budur ki, bu rivayətdə, yəni Əbi Bəsirin rivayətində o ki bizə çatıb, o ki zikr olunub, təqsimu ğinaul müğənniyə. Bu müğənniyənin ğinası bölünür. Bi etibari ma huvəl qalib min ənnaha tutlab lil təğənni imma fi məcalisil muxtəssə bin nisa kəma fil əraz və imma lil təğənni fi məcalisil rical. Bəs bu rivayətdə ғina bölünüb iki yerə. Bu da nə üçün iki yerə bölünüb? Çünki o zaman belə idi. Əsas müğənniyə xanımları, qadınları iki yerə dəvət eləyirdilər. Ya qadın və kişi qarışırdı bir-birinə, məclis qururdular, qadın dəvət eləyirdilər oxumağa, ya da dəvət eləyirdilər xüsusi qadınlar olan məclisə. Rivayətdə o iki qismi deyir. Və etibari ma huvəl qalib, yəni bu etibarla rivayət iki yerə bölünür. Çünki qalib çox vaxt o zaman minənnaha, o müğənniyə xanımları tutləb, dəvət olunurdu, tələb olunurdu, lil təğənni, ғina eləmək üçün imma fi məcalisil muxtəssə bin nisa, ya o məclislərə dəvət olunurdu ki, o məclislər məxsus idi qadınlara,
Kəma fil a'ras, necə ki, gəlin gətirdiyi məclislərdə. Və imma lil təğənni fi məcalisir rical, ya da qadınları çağırırdılar xüsusi qadın və kişi məclislərinə, qarışıq olan yerlərə. Rivayət də ona görə də o iki yeri deyibdir. Nəm əl-insaf ənəhu la yaxlu min işarin bi kovnil muharrəm huvəl-ləzi yədxulu fihir rical ələl-müğənniyat. Mərhum şeyx buyurur ki, bəli, insaf budur ki, bu rivayətdə bu dəlalət var. Haram, qinanın haram hissəsi o yerdir ki, orada kişi, qadın bir-birindən qarışa və müğənniyə də orada oxuya. Haram qismi budur. Amma o yeri ki, xüsusidir qadınlar üçün və müğənni dəvət olunur, orada oxuyur, o haram olmasın. İnsaf budur. İndi hələ şeyx yenə də bu rivayət haqqında danışır, davam eləyir. İnşallah gələn dərsimizdə davam edərik. Elhamdülillah Rabbil aləmin.